Evet dostlar, sabahınız hayır olsun. Bismillahirrahmanirrahim. Allah'ın adından başlayaq. Bir-iki məsələlərə toxunacağım bu gün söhbətdə. Bir-iki uşaq çıxıb ağzına gələn danışır. İslam dinində bu yoxdur, hac yoxdur, ziyarət yoxdur, o yoxdur, bu yoxdur. Birincisi mən bir şey deyim, bu cavan, bu müasir dindarlara, adının dalına da bir miri qoyub, nə bilim nə qoyubsa, birincisi bu dinə inanç yoxdur, bu seyidlik yoxdur, hac yoxdur, sən o mira kəlməsini oraya niyə qoymusan? Birinci bu səndən soruram. İkincisi də heç görmüsən bir dənə xristiyan çıxa, xristiyan dinin əleyhinə danışa, ya kimsə Vatikanın əleyhinə danışan, kimsə onu pisliyə orada dünyanın din rəhbərlərini tənqid edə, xristiyanlardan. Nə oldu bizim bu bambalı müsəlmanların içindən çıxdı bu belə ağıllılar, düzgün düşüncəlilər, belə hər şeyi qanan, hər şeyi bilən, güya Quran tərif. Prosto bunlar, bu adamlar sadəcə olaraq ulduz xəstəliyə tutulublar. Burada qışqırbağıl hərəkəşə salmaqla, ay oğul, hacı, bu dinimiz ki var ha, bizim bu dindəki titullar var da, Bəyək, Məşəhid, Kərbəla, Hac. Bu dini Sovet hökumətinin qılıncının qabağından saxlayan bu adların kölgəsi oldu, yadında saxla. Bu dini tarix boyu bizə gətirənlər, o hacılar, Məşədlər, Kərbəlaydılarlar. Min illərdə onların kölgəsində gəldi, bu din çıxdı bura. Bunu biləsən. O Məşəddə alınan təhsil, o Kərbəlada alınan təhsil, o hacda olunan ziyarətlər, o adlar, o adların kölgəsində bu din tarixi keçdi, 1500 ili gəlib bu günümüzə çatıb. Bunu niyə anlamırsan bala? Niyə dinimizin əleyhinə danışırsan? Həcca getməyin nə ziyanı var? İnsan gedir, həm dünya görüşünü dəyişir, biraz başqa xalqların mədəniyyətindən tanış olur. Ziyarət, ticarət deyiblər. Bu elə ziyarət, ticarət əhsə, o ticarət o demək deyil ki, oradan nəsə mal alıb getirsin. İnsan orada görür, götürür, gəlib bura tətbiq edir. Bax, bizim rəhbərlərimiz getdilər Mədinədə, Məkkədə o böyük körpülər, tikillər görəndən sonra gəlirlər, onu Azərbaycana da tətbiq edildilər. Biz 2005-ci ildə həccə gedəndə Suriyanın içindən keçib gedirdik. Bax, onda belə körpülər vardı. Onda Azərbaycanda yox idi bu körpülər. Biz onu oradan gəldik, götürdük, burada başladıq işlətmə, özümüzü tətbiq eləməyə, bizim rəhbərlərimiz. İndi sən başa düşmədin, dünən ki uşaqsan. Sən Heydər Əliyev bir hökm, nəhəng bir insandan ağıllısan, başa düşmürəm. Bu insanlar nə üçün gedib oranı ziyarət edirlər? Burada böyük bir məntiq var. Sən təfəkkür elə ki, bu uşaq-muşağın məntiqdən, fəlsəfədən, qətiyyən bunların xəbəri yoxdur. Bunlar anlamırlar nə danışdıqlarını. Gah başlamışdı əl ayağı falan fismikan. Ay kişi, məsələn dedim, müqəddəsləri yaşatmaq, torpaqları yerləri müqəddəsləşmək, insanların təfəkküründə dəyişiklik eləmək, paklığa, saflığa, doğruluğa aparılan addımlar da bunlar. Bu hac, məşəd, bu ziyarətgahlardan gələn insanların içində indi çoxaldı. Yerindən duran getdi, gəldi, haca başladı, ağlına gələn hərəkətləri eləməyə. Bunları gözdən saldılar. Hacı Zeynalabdin Tağıyevin adı tarix boyu tarixdən silinməyəcək. Hacılıq o demək deyil ki, sən getdin, tutaq ki, neydi gətirib bura haradasa, imkanlı olasan, pul payləsən, yox. Təşvir deyil, imkanın var edərsən, olmaz. Ən azından əxlaqını düz apararsan, özünü düz apararsan, özünü yaxşı apararsan. Səliqəli olasan, səhmanlı olasan, düzgün olasan, nə lazımdır xalqın boğul, dinini təhqir eləmək, dinini tənqid eləmək, İslamda bu yoxdur, o yoxdur. Birazdan deyərsən, Quranda Allah da yoxdur. Sənin sözünə belə çıxacaq. Sənin üçün təfəkkürün kəsmir bu şeyləri. Bunu insanlarla elə düşünüb yaradıblarsa da gözəl yaradıblar. Nə üçün? İnsanları toplum, cəmiyyət şəkildə saxlamağa, mehribançılığa, sövqə, gözəlliyə gətirmək üçün. Bax, dində bizə nə deyirlər? Dində deyir, düzgün yaşa, sağlam ol, təfəkkürlü ol, düz ol, əqidəli ol, əxlaqlı ol. Din bizi hara aparır? Dində də bu titullar ki, insanlar özləri üçün düzəldiklər, tutaq ki, Məşədə gedir, ziyarət eləyir. Yəni, o deyir ki, mən İmam Rızanın yolunu gedəcəyəm, o yolun yolcusu olmağa gedirəm. Hər ziyarəti dinimizin başlanğıcı mən gedirəm Məhəmmədin yolcusu olmağa, o yolun əxlaqını getmək istəyirəm. Bunların rəmzi bundan ibarət, day balam.
Kərbalaya gedib gələn deyir ki, mən İmam Hüseynin yolunu gedəcəm, İmam Hüseyin nə qədər olacağım, haqq üçün, ədalət üçün vuruşacağım, danışacağım. Bax, bunlar üçün gedirlər. O hacıların, o Kərbəlayların da məqsədi budur. Bəlkə də bunu bizim gedib gələnlər, bacılar mı, xanımlar mı anlamırlar çoxu bu şey. Ancaq bunun məqsədi budur ki, bax, həzə gedir, deyir, mən Fatimə-i Zahirəyə oxşayacağım, Məhəmməd Peyğəmbərin qızının yolunu gedəcəm. Əqidə, əxlaq bundan ibarət olmalıdır ki, gedib bu yerlər o çətin şəraitdə yaşayışı görsünlər və insanların içində o çətinliyə qarşı necə dözümlü olaraq bu əxlaqı, dini əxz edib yaşatdıqlarının nümunə götürsünlər. Nümunə götürsünlər və insanlar düzgün yaşamaq tərzinə öyrətsinlər. Bunun nəyi pisdir, mən başa düşmürsən, başlamırsan ki, hacı belə getdi falan. Ay, hacı gedib, bəli, hacı gedirsən, o əfsər daşını dolanırsan, tarixə toxanırsan. Məhəmməd Peyğəmbərin babası, İsmailin anası, Həcərin orada doğulması, orada o yerlərin tikilməsi, qurulması, insanın nə bilim məskunlaşması filan fizmişən, bunlar hamısı bir tarixdir, bir ənənədir, bir nümunədir. Bunları gedirsən o nümunədən götürməyə və şəxsən ora toxunaraq, gələrək yaddaşında həkk edəsən ki, bu yaddaşında qalsın ki, belə insanlar olub. Mən getmişəmsə ora gərək. Mən də İbrahim Peyğəmbərin, onun zövcəsinin, ona görə Peyğəmbərin, imamların yollarını gedək. O yolun əxlaqından gedək. Bir əxlaqla gedib, bayaq dedim yəni. Həcə gedirsən ki, Məhəmmədin yolcusu olasan. Həzrət Əlinin yolu gedirsən. Məşədə gedirsən ki, İmam Rızanın davamçısı olasan. Kərbələ gedirsən ki, İmam Hüseynin davamçısı olasan. Bunun üçün gedirlər. Ay bala Kərbalaya, o ziyarətlər, ay oğul. Bir özün anla, düşünmə, bu millətin təhqir edilmə bir şeylərini. Sən ulduz xəstəliyə tutulmusan, başlamısan ağlına gələn danışmaq, ay oğul. Ay bala, olmaz belə şey. Milləti duru saxlayan, saf saxlayan onun dinidir, onun əqidəsidir. Nə üçün deyirlər, müştəhid, nə bilim, dini rütbələr var da, mollalarda. Bunu nə üçün edirlər ki, bu insanları fərqləndirmək, bunları həvəsləndirmək, oxumağa, daha çox öyrənməyə cəzb etmək üçün. Bax, mən ali təhsilli mütəxəssisəm, mühəndisəm, injinirim, məşədə də getmişəm, həccə də getmişəm, ibadət edirəm, namaz da qılıram. Bunun mənim üçün, baxıram, həyatım üçün çox böyük əhəmiyyəti var. Elə hamısının əhəmiyyəti var ki, mən getdiyim o ziyarət etdiyim o müqəddəs insanların yolundan insan utanır, çəkinir ki, səhv hərəkət eləməyim, düz yoldan gedim. Dinimizi gözdən salma, dinimizin rütbələri çox gözəldir. Bəli, yaxşı, Vatikanda papa var. Bu papanın elə hamısı desinlər ki, bir jolikdir da papa. Niyə demirlər? Çünki o millət əxlaqını gözləyir, öz əqidəsini gözləyir, öz dininə hörmət qoyur. Sənin kimi uşaqlar dinə hörmət qoymur, əxlaqa hörmət qoymur. Mən bayaq dedim sənə. Sovet hökumətinin bizi xristiyan dünyasının əlindən ala bilən, bax o hacıların, məşədlərin, Kərbələrin içində gəzitdiyi o din eşqi olub, İmam Hüseyin eşqi olub. İmam Hüseyin deyərək cəmaət getdi, Qarabağ cavanlarımız azad edildilər, gördün. Biz o düz yola çağırmaq üçündür. Kim deyir ki, bizim elə kütbeyinlər olsun? Bizim dinimizə kütləvi şəkildə bizim alimlərimiz ibadətini nə eləmədilər? Bax, mən din adamıyam. Mən həm musiqiçiyəm, həm bir elm adamıyam, həm yazıram, pozuram, tədqiqatçıyam, aliməm. Bunun dinim mənə heç bir maniyəsi yoxdur. Din yalnız mənə kömək edir, fayda verir, məni sağlam saxlayır, təfəkkürlü saxlayır, düşüncəli saxlayır. Çirkin yolla içməməkdən, içmə deyir, çəkmə, axmaq yola getmə, oğurluq eləmə, dəlazlıq eləmə. Din gözəlliyi bundan ibarətdir. Və hacılar, məşədlər də, Kərbəlaylar da, bunlar da, bu titullar insanları daha kristal şəkildə o yolu getməyə vadar etmək üçündür ki, o rütbəni, rütbə deyəndə belə də dini rütbəni alırsansa, ona görə əməl edəsən, saf olasan. Və insanlar arasında bu bir, necə deyirlər, bir əxlaq norması kimi qəbul olub, bu il Azərbaycanımızdır. Türkiyədə də hacı deyir, hacı adı ayıbdır, hacıdan belə şey eləmək olmaz, bu şey gözləmək olmaz. Hacı gələn məclisə hörmət qoyarlar, insanlara ibadət edirlər. Bunun üçündür bu şeylər, balam. İnsanlar özlərinin əxlaqını gözləsinlər, dinimizi gözdən salma, özünü də, yenə deyirəm sən, o adının dalına bir miri yazmışsan, nə üçündür? O miri dindən gələn bir şeydir. Və yaxşı, onda sən niyə onu yazsan? Elə çıxart da adını, elə belə sadə adını tək oraya yazsın. Özün də öz dediyinin fərqinə varmadan özünün də əksinə gelsən, əqidəni korluyursan.
Həcə də getmək lazımdır, Məşədə də, Kərbəlaya da. Bunlar bizim dinimizin müqəddəs fatihləridir. O yolların yolunu davam etmək üçün, o yolun əxlaqını öyrənmək üçün biz ora gedirik. Və onu ora gedərək, ona görə gedirik ki, biz orada onları gözümüzlə görəndən sonra şuurumuzda həkk olunur ki, bəli, belə bir müqəddəslik var, onu qorumaq lazımdır. Lap gec də olsa, başa düşməsən də yavaş-yavaş insan gəlib o yola gedir, o yolu tutursan. Ona görə də bunu məni dinləyənlər də düzgün başa düşün. Siz heç də huyuxmayın, hacı görəndə özünüzə hürkməyin. Hacı sizə nə edir ki? Tutaq ki, Məşəd sizə nə edir? Kərbi din adamı sizə nə edir ki? Heç nə. O düzgün yaşayır. İndi kim dələduzurluqdur özü bilər. Bizə nə dəxli var ki onun? Tutaq ki, bir ovuş, tutaq ki, ərəb, bir ovuş, tutaq ki, başqa fars, o birisi, bu birisi nə eləyir, onun nə dəxli var ki? Allah Teala'nın zamanı, məkanı yoxdur və milyon illərlə bu davam edib, biri də gedəcək. Ona görə də mən də düşünürəm ki, siz bu şeyləri mahiyyətini anlayın, danışın. Anlamadan banlamaq da bir şey deyil. Yenə deyirəm, həcc ziyarətidir, Məşəd ziyarətidir. Hər bir müsəlmanın bu önünə düşən vacib bir əməldir ki, onu eləsin, ətrafına da kömək olsun, özünə də. Bunda şərtlər ağırdır, şərtlər çətindir. İnsanları birbaşa düz yola dəlalət edir bu işlər. Sağ olun, var olun.